adi elmdir. Bir elm. İçtihadi bir elmdir. Cəhd tədili. Bismillahirrahmanirrahim. Ümumiyyətlə, cərh tədil elmi içtihadi elm deyil, yox. Ayrıca elmdir müstəqil şəkildə. Sələf bu məsələdə cərh tədildən danışılıb. Hətta Quranda cərh tədildən danışılıb. Hədislərdə də biz görürük ki, sahabələr də tətbiq ediblər bunu. Tətbiq ediblər, həmçinin tabiinlərin vaxtında daha da şiddətlənib. Çünki cərh tədil elminin tarixinə fikir versəz, ged-gedə şiddətlənib. Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında az olsa da, sahabələrin vaxtında biraz çoxalıb, tabiinlərin vaxtında lap çoxalıb və ged-gedə açılıb bu elm. Ona görə ehtiyac olduqca alimlər də bunu qeyd edirlər. Ola bilər hansısa bir şəxs barədə ictihad eləsin kimsə. Ola bilər. Ola bilər. İctihad uzaq deyil bu elmdə. Yəni, ola bilər bu elmdə. Var. Olsun. Amma demək ki, bütün mütləq şəkildə bu elm ictihadi elmdir zat. Yox. Hələ yox. Bu, əlhamdülillah, müstəqil elmdir. Sabit. Və sələf kitablar da yazıb və kitablarında da bunu bildiriblər, qeyd ediblər, bu qaydalar qoyublar. Əlhamdülillah. Bəli. Kitab Əl-Bağdadi bu barədə icma nəql edib ki, təfsilatlı cəhd tədildən öndədir. Lakin mütləqdə götürülməz. Bununla izahını verir Şeyx Tuğuliddin Əl-Sufri Şafi. Əgər biz təfsilatlı cəhd tədil qaydasından götürsək, Rəsullar xaric 4 xəlifə, sahabələr və imamlar bildiyimiz hər kəs bir dənə olsun salamat adam tapa bilməyəcəksən. Və bu haqda Şeyx Albani'də gözəl sözlər vardır. Şeyx sana Sübül Sələmə şərhində də bu barədə danışır. Şeyx Süleyman Ruheylidə də bu məsələdə barədə danışır. Amma qaldı ki, qardaşlar, bu təfsilatlı cərh barədə. Əlhamdülillah, təfsilatlı cərh öncədir, aydındır. Aydındır bu məsələ. Bu, nəinki Xatib Bağdadi qeyd elədiniz, hə? Sələflərin çoxusu deyib bunu. Sələflərin çoxusu deyib. Sadəcə, indi o Subkinin sözünü gətirdin, hə, sən? Subkinin sözü ki, onda əgər hələ götürsək, gör ki, bir dənə sahabələrdən başqa heç kəs qalmayacaq. Yox, yəni hamı barədə təfsilatda olur, amma cərh olunmayıb ki, bütün ümmət. Cərh olunur kim cərhə layiqdir və təfsilat da verilir. Məyər hamı təfsilatda cərh olub? Yox. Yəni, məmnun şələ deyilib o, ancaq, əlhamdülillah, əsl budur ki, bəli, təfsilatda cərh öncədir. Sadəcə indi bəzi alimlər ola bilsin deyir ki, tələsmə, bir baxaq, bəlkə düzəldi və s. Yox, biz etiraz eləmirik. Biz də deyirik, tələsmə, heç kəs demir ki, belə, nə oldu? Deyək, hə, bidətçi, həddadilər kimi. Biz onun əleyhinəyik. Lakin, hətta Şeyx Albaninin və s. başqa şeyxlərin bu barədə sözləri var, dəsiyyət edək. Lakin nə vaxtacan, bütün ömrü boyu, 100 illərlə nəsiyyət, yoxsa müəyyən bir həddə. Nəsiyyət eləmək olar, qardaşlar. Olar, görürsək ki, insan haqqı doğrudan istəyir, zat. Ola bilər, başa düşməyib. Bu normal haldır. Lakin, görsən ki, əksinə, nə deyənsən? Sən onun nəsiyyət edirsən, o sənə həddadı deyir. Və ya heç meyl də eləmir bu tərəfə. Heç haqqı da istəmir. Ona görə sən batilsən, hələ adamı sadəcə dinimizi, əqidəmizi qorumaq üçün, cəmaatı da qorumaq üçün çəkindirmək lazımdır ondan. Və salam. Sonra gətirirlər, İmam Əhmədin cərh etdiyi alimlərdə bugün Əhl-i-Sünnənin günəşləridir və böyük alimlərdir. İmam Əhmədin təfsilatlı cərh etdiyi Yahya İbn-i Məyin misal gətirir, Əli İbn-i Əl-Mədini misal gətirir. Ola bilər, bilirsiniz, ola bilər İmam Əhməd kimisə cərh eləyib, tutaq ki, kimisə cərh eləyib, o birisilər tərcih eləyib və ya əksinə, İmam Əhməd kimisə tavsiq eləyib, məsələn, məsləhət görüb, o birisi alimlər cəlib. Bu ola bilər. Və lakin bir dənə misal, 2 dənə misalla bütün bu ümumi qaydanı ləğv eləmək olmaz. Bu problem budur. Yəni, əlhamdülillah, Əhl-i-Sünnə ümumi qayda qoyub. Ola bilər, cüzi nəsə bir müxalif olsun. Yəni, kiminsə sözü və s. Bu, o demək deyir ki, biz ümumi qaydamızı onun sözünə tabi eləyək. Əksinə, onun sözünü ümumi qaydaya yönəldəcək. Aydındır, qardaşlar, bunu yaddan çıxadmayın. Hə. Sübhi Sələmin kitabında müəllifi deyir ki, iki tərəf, yəni cərh və tərdil edən
Çox güclü alimlər bu zaman kim cəhd eləyir, kimin sözü qabaqda çəkib götürsə, o ən axmaq adamdır deyir. Çünki bütün ulamalar bir-birinin haqqında danışıb. Yox, danışa bilər. Yəni, o demək deyir ki, kimin dalınca danışıb götürülür. O baxır, ola bilər. Lakin bu o demək deyil ki, bu elmi ləğv eləyək. Yəni, problem nədədir? Mumeyilər və s. hizbilər. Bunlar belə sözləri gətirirlər alimlərin. Yəni, bunların sözündən və dayanırlar. Və elə çıxır ki, yəni, heç kəsi cərh eləmə. Və ya heç kəsi cərhin qəbul eləmə. Aydındır, lakin bu o demək deyil ki, yəni, Subkidir və ya başqalardır. Hələ onu deyəsən, onun ətrafında söz-söhbət var. Yəni, belə sözləri götürüb, ümumən, sələf qoyduğu əsaslardan imtina eləyək, vaz keçək. Aydın qardaşı, qarışdırmayın. Qarışdırmaq lazım deyil. Aydındır bunu. Bunu sadəcə hizbilər, mübtədilər və s. cürbəcür növləri hizbliyi. Onlar atırlar belə sözləri mütləq şəkildə və elə danışmaq istəyirlər ki, susun heç barədə danışmayın, hətta problemləri olsa belə. Biz də onun əleyhinəyik, hələ gecə gündüz kimsə danışaq, kimsə barədə. Yox, qardaş, əlhamdülillah, biz də istəyirik islah olsun, biz də istəyirik bir olsunlar. Lakin bir üzərində nəyin üzərində? Nəyin üzərində? Haqqın üzərində birləşək. Yoxsa elə kim nə yoldadır, hamı etiraf eləyir, susaq. Necə indi mumeyyilər artıq xavariclərini oturub dururlar. Deyirlər ki, onları xavaric deməyək. Özləri məyər görmürlər. O yol, o minhəc deyil axı. Necə yəni sən hakimiyyə məsələlərində belə problemli adamları deyirsən ki, onları xavaric deyil. Hansı ki, alimlər deyir ki, belə fikirli olan artıq xavaricdir. Ayşə radiyallahu anh möminlərin anısı gəlir, biri sual verir. Sual verir, adı fikri sualdır. Ayşə radiyallahu anh deyir, çevirir, ona deyir ki, deyəsən sən harurilərdənsən. Fikri məsələdən nəticə çıxartdı ki, deyəsən sən xavariclərdənsən. Yəni, gör necə həssas idi mövzu. Hətta, yəni, sahabələrin vaxtında, Peyğəmbər sallallahu aleyhi ve sellemdən sonra. Ona görə, qardaşlar, yəni, bu cür ümumi sözlərin alimləri gətirib, ümumi əhlüsünlə əsasların ləğv eləmək və ya şübhə atınaz almaq, budur səhv. Ona görə, bu şübhə əhli, mümeyyilər belə əsasları gətirib, bəzi qardaşlar alladıblar. Budur, qardaşlar. Yaxşı? Şeyx Albani sözün getirildiyi, Şeyx Albani cərh müfəssəl odur ki, sən təfsilatlı cərh eləyirsən, lakin o mənə görə təfsilatlı cərh sayılmır. Sən onu cərh əl-qadi elə. Lakin Albani deyir ki, sən bunu adamın cərh müfəssəl eləmə. Sən onu cərh qadil elə. Bilirsən, Şeyx Albani rahiməhullah deyib, tutaq ki, və ya başqa sözlər deyib. Lakin bu o demək deyil ki, yəni əhlüsünlə qoyduğu əsaslardan vaz keçək. Şeyx Albani, əlhamdülillah, özü də əhlüsünnədir, sələfidir. Sadəcə bəzi sözləri var, o sözləri mümeyyilər yayırlar mütləq mənada. Mütləq mənada. Və bununla istəyirlər bu qapını örtsünlər. Əlhamdülillah, yəni alimlər cərh eləyiblər, nə qədər özdə təfsilatdır və s. və s. Məsələn, götür Hələbini. Təbii ki, Hələbi Şeyx Albani vaxtda belə deyildi. Bəlkə də Şeyx Albani özü rədd eləyərdi onu. Şeyx Albani vaxtında belə deyildi. Sonra dəyişdi bu. Sonradan dəyişdi. Və onu barədə artıq nəinki cərh təfsilatı, kitablar yazılıb. Nəinki sözlər, kitablar yazılıb. Və kitablar da böhtan deyil. Onun danışıqlarının, onun kasetlərindən, onun kitablarından. Hələn biz ləcinəyə toxunmuruq. Ləcinə o, ən birinci şey eləmişdi onu. Təhzir eləmişdi onun bəzi kitablarından. Hələm onu toxunmuruq. Sadəcə onsuz, ona ehtiyac yoxdur əslən ləcinənin fətvasına Hələbini vurmaq üçün. Hələ kifayətdir alimlərin danışığı və salam. Aydın qardaşlar, ona görə yenə deyirəm, bu məsələ nəyə qayıdır? Məsələn, Şeyx Albani, ola bilər Şeyx Bin Baz, ola bilər Şeyx Hüseymin, nəsə desin. Lakin bu mütləq şəkildə götürüb, sən bu elmi bağlamaq, o düzgün deyil, bax, səhv bundadır. Ola bilər, məsələn, hansı alim üstün görür nəyisə, ola bilər, hansı şəxs barədə və ya, məsələn, söz-söhbət çoxalır, ola bilər, deyir ki, biraz vaxt verək və s. Ola bilər bu, normal haldır bu. Alimdir. Bunlar nəyə gətirmək istəyirlər, qardaşlar, bunlar? Bu cür sözləri gətirib, bunların bir dənə məşhur sözləri var. Deyir ki, məni ilzam eləmə. Bunlar ilzamilərdir. Deyir ki, məni ilzam eləmə. Yəni, ilzam bilirsən də, yəni məndən tələb eləmə ki, mən sənə rəyivi deyim.
O elə fikirləşir ki, bu mənim rəyimdir. Bax, budur, qardaşlar. Aydındır. Düzdür, qısa cavab verdim. Bir də Abbadın Hələbini cərh eləməməsində, yəni deyirlər ki, Nurcan neçə illərdir Hələbi, yəni ki, bu cür fikirləri var, Abbadın xəbəri yoxdur. Yəni siz bununla Abbadı alçaldırsınız və yaxud da nəsə belə bir şey. Yox, Abbadı alçalmır, Şeyx Albadı əlhamdülillah heç kim alçaldır. Məsuliyyətsizlik də deyirsiniz ki, yəni ki, bu yox, məsuliyyətsizlik deyil ki. Məsələn, əgər biri deyirsə kifayətdir də. Məsələn, Şeyx Rəbi deyirsə, məyər mütləq hamı danışmalıdır, yox və ya mütləq Şeyx Abbad danışmalıdır. Bu nədir? Məsələn, adi bir misal. Məsələn, götür Şeyx Fovzanı və ya Şeyx İbn Bazı və ya Şeyx Albanini. Onların da vaxtında bəzi səlavat təhlilləri var idi. Valla ki, onlar barədə danışmayıblar. Amma hamı bilirdi ki, bu səlavat təhlidir. İndi biri gətirə bilər ki, məsələn, tutaq ki, Şeyx Fovzan Qardav barədə danışmayıb. Ona görə sən mənə ilzam eləmə. Aydındır. Və ya buna görə belə yanaşırlar ki, belə təfsilat verirlər ki, əgər hələ sən deyən kimdirsə, onda sən Şeyx Albani məsuliyyətsizlikdə ittiham edirsən. Yox, qardaşlar. Əlhamdülillah, Şeyx Abbad alimimizdir, sələfidir, əlhamdülillah, Şeyx Rəbinin minhəcindədir və Şeyx Rəbi də onun minhəci, eyni minhəcdir. Əlhamdülillah, Şeyx Abbad Hələbini açıq aydın cərh eləməsə də, Hələbin yanındakı cərh elədi də, Adnan Arur hələ Hələbini cərh eləmək kimidir. Adnan Arurla Hələbi bir yerdədir. Aydındır, sadəcə bəzi alimlər hər şəxs üçün lazım deyil, ehtiyac yoxdur. Bir də ki, deyirlər ki, Şeyx Abbad tərifləyib Hələbini, amma ki, o birisilər cərh eləyir. Ola belə. İki böyük alim tərifləyirsə, mən yəni ki, o birisini reyin götürə bilərəm. Yox, hələ deyil. Yenə hələ deyil. Əgər bəli, tərifləyə bilər. Məsələn, hələ misallar çoxdur sələflərdə. Yəni, bir misal çəkdim. İmam Əhməd bir ravi var, deyir, sixadır, möhtəbərdir. Lakin o birisilər hamısı cərh eləyib onu. İbn-i Xuzeymə gəlib soruşanda ki, bəs İmam Əhməd deyir ki, yaxşıdır. İbn-i Xuzeymə deyir ki, İmam Əhməd bilmir onun problemlərini. Bilsə cərh eləyər onu. Ola bilər hələ. Ola bilər, bu normal haldır, qardaşlar. Hansı alimlər desin, hansı alim desin, yaxşıdır. Bu o demək deyil ki, qutardı, yəni biri deyibsə, yaxşıdır, qutardı. Biz bunu şeyləsək. Onda hələ bu əsaslara sığınsaq, onda hətta İbn Ladin heç nə deyə bilməzsən. Çünki biri gəlib deyəcək, Cibril tərifləyib, məsələn, Cibrin tərifləyib, İbn Cibrin. Tərifləyib onu. Nə deyirsən? Mənə ona görə ilzam eləmə. Məyər, sən deyirsən ki, bəs belə, deyəcək, İbn Cibrindən sən savadlısan. İbn Cibrin deməli, məsuliyyətsizdə ittiham edirsən. Yəni, oyaq ol. Yəni, Allahma belə bu cür şübhələrə gətirəndə. Yaxşı? Yaxşı, qardaşlar, Allah sabit eləsin hamımızı. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.